Salam mənim qardaşım. Aleykum assalam və rəhmətullahi və Qardaşım, bərəkatuhu. bu Aşura ziyarətində, Aşura vaxtında Kərbala ziyarətini soruşurlar. Məlumat ver də o barədə. Aşura ziyarəti haqqında deyək ki, inşallah həm Məşəd ziyarətimiz var, həm Məşəd Kərbala ziyarətimiz var inşallah. Hər iki çıxış iyun ayının 25-dədir, Allahın köməyi ilə. Artıq biletlər alınmaq üzrədir bu günləri inşallah. Biletləri alacağıq. Hər kim getmək istəsə əlaqə saxlasınlar. 2 gün Məşəddə olacağıq Kərbala ziyarətində. Kərbala və Məşəd ziyarətinin gedişatı belədir ki, 2 gün Məşəd və 5 gün Kərbalada qalacağıq Allahın köməyi ilə və hər iki ziyarətdəki qaldığımız otellərdə gündə 3 dəfə qida daxildir. Digər ziyarətlərdə hər biri ziyarət olunacaq inşallah. Biri Kərbala Məşəd, bir də tək Kərbaladır elə? Bəli, bəli. Tək Kərbala ziyarətimiz də var. O ziyarətimiz Bakı-Bağdad və Bakı-Bağdad və Bağdad-Bakı yolu ilədir. O ziyarətimiz bir həftə çəkəcək inşallah. Allah Onda da razı olsun. 6 gün, 6 gecə Kərbalada olacaq və gündə 3 dəfə qida daxildir inşallah. Allah razı olsun Allah qardaşım. köməyin olsun, var olasın Həm də onu bildirək ki, Kərbala Rasim qardaşım rəhbərliyi ilə inşallah Kərbala Məşəd ziyarətində olacaq. İnşallah. İstəyənlər qeydiyyata düşə Bəli, bilərlər. bəli.